İpin ucundan 1/4 hissəsi qədər kəsildikdə ipin orta nöqtəsi 6 sm yer dəyişir. İpin əvvəlki uzunluğunu tapın. Orta nöqtənin dəyişdiyi yerin 2 qatı qədər ipin ucundan kəsilmiş sayılır. Yəni 6 vurulsun 2 bərabərdir 12. Deməli 1/4 hissəsi qədər kəsilibsə 1/4 hissəsi 12 sm olan bir parçanı tapmalıyıq. X bərabərdir 12-ni 4-ə vurub əlbəttə 1-ə bölürük. Bu da edir 48. Deməli ipin əvvəlki uzunluğu 48 sm idi. Bu nə üçün belə olur? 48-dən 12 sm. Deməli 48-in orta nöqtəsi olacaqdı 24 sm-dən 1 və ucundan əgər biz 1/4 qədər kəsmişiksə, yəni 12 sm kəsilibsə, bu zaman 48-dən 12-ni çıxırırsınız, qalır 36 və 36-nın da yarısı, yəni yarı bölsək 18 sm edir. Gördüyünüz kimi 24 ilə də 18-in fərqi 6 sm-dir.